choose the correct variant. Doğru variantı seçin. Mike is already his father. Burada variantlara diqqət etsək, sifətin düzgün dərəcəsini təyin etməliyik və cümlə daxilində heç bir göstərici olmadığı üçün variantlara diqqət etsək, A variantında as tallest as qeyd olunub, as adi dərəcənin göstəricisi olduğu üçün biz burada tall deyə qeyd etməliydik. Tallest üstünlük dərəcəsi yazıldığı üçün səhvdir. B variantında taller yazılmışdı. Taller olması üçün müqayisə dərəcəsində göstərici lazımdır bizə. Məsələn, taller than his father olsa daha doğru olardı. Göstərici olmadığı üçün düzgün götürə bilməyəcəyik. C variantında as tall as düzgün cavabımızdır. Mike artıq atası kimi hündürdür, uca boydur kimi tərcümə olunur. As adi dərəcənin göstəricisidir və tall adi dərəcədə qeyd olunmuşdur. D variantında səhvliyimiz than müqayisə as isə adi dərəcənin göstəricisindəndir ki, hər ikisini eyni anda istifadə edə bilmərik. Və Y variantında as taller as qeyd olunmuşdu. As adi dərəcənin göstəricisi olmaqla tallerlə işlənməsi doğru götürülmür. Yəni müqayisə dərəcəsinin şəkilçisi olduğu üçün yanlışdır. Düzgün cavabımız C variantı götürüləcəkdir.